Dəyərli müəllimlər, əziz abituriyentlər, buraxılış və blok üçün nəzərdə tutulan maraqlı bir sual izahı ilə qarşınızdayım. Diqqətli olaq, durğu işarələri ilə bağlı sualımız. Deyək ki, nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Deyir, onun səsindəki günahkar ahəngi hiss edən xanım mehribancasına gülümsədi. Demək ki, bizə verilən bu hissə vasitəsiz nitqdir və dialoq şəkilli olduğu üçün biz burada dırnaqlardan yox, məhz tirədən istifadə edəcəyik. Onun səsindəki günahkar ahəngi hiss edən xanım mehribancasına gülümsədi. Qoşa nöqtəni qoydum. Təbii ki, tirəni açdım. Salam, vergül. Güləbətin, yatıb yuxuya qalmısan, hə? Güləbətin xitab olduğu üçün hər iki tərəfindən vergüldən istifadə edirəm. Yatıb yuxuya qalmısan, hə? Təsdiq və inkar ədatlarından sonra vergül olur təbii ki. Mən vergülü qoydum. Özündən sonra sual intonasiyası yaratdığı üçün Güləbətin, yatıb yuxuya qalmısan, hə? Burada demək ki, təbii ki, mən sual işarəsini qoydum və vasitəsiz nitqim bitdi və M hissə başladı. Dəyər və dəyərdən əvvəl mən tirəni qoymalıyam. Çünki M-dən əvvəl tirədən istifadə edirəm. Dəyər və dərhal əlavə edərdi. Eybi yoxdur. Baxın, edərdi, əlavə edərdi. Eybi yoxdur. Yenə də vergül tire artıq V hissəsi gəlir. Vasitəsiz nitq gəlir. Eybi yoxdur. Vergül. Səhər yuxusu şirin olur. Cümlə bitdi. Yəni vergüldən istifadə edirəm. Bugün mən tez durmuşam. Təbii ki, biz burada dırnaqdan istifadə etmirik. Çünki dialoq şəkilli olduğu üçün biz dırnağı əvvəldə tirədən əvəz etdik. Gəlin baxaq demək sayına. Qoşa nöqtə 3 tire. Eyni zamanda 1, 2, 3, 4, 5, 6 vergül və sual işarəsi. Təbii ki, qoşa nöqtə 6 vergül, 3 tire və sual işarəsi demək tapdıq. O da yoldaşı cavab B variantı. Qoşa nöqtə 6 vergül, 3 tire və 1 sual. Bax, bizim cavabımız oldu B variantı. Dəyərli yoldaşlar, məlumat üçün deyim ki, əyani və onlayn dərslər üçün aşağıda qeyd edilən nömrəni WhatsApp-na yazmağınız kifayətdir. Təşəkkür edirəm.